Bismillahirrahmanirrahim. Selamünaleyküm, bütün dostlar salamlayıram burada. Mineraldır, faydalıdır. Bunun faydası nədir? Göyərçinlərin həzmi, qənət quyruq və yaxud tüklərin parıllamağı, bir sözlə bütün xeyirli bir şeydir. Təbii ki, bunun içərisində çox şeylər var. Bir 2-3 dənə at çəkə bilərik, balıq qulağı qırığı, canım sizə desin, mərmər tozu, gil və s. və s. Yəni, hal-hazırda bunu istifadə edənlər də bunun xeyrini görür, çox sağ ol deyirlər də. İnşallah ki, hər biri bizdən alıb, verib, faydalanmağını istəyərdik və siz də öz fikirlərinizi orada bildirərdiniz. Bunun haqqında çox sözlər danışa bilərik, çox sözlər deyə bilərik. Yəni, istənilən qədər söz işlətmək olar, söz demək olar. Yəni, istifadə elədiyimiz zaman bunun faydalarını elə gözlə görəcək dərəcədə görsənir. Hər birimizin malına bərəkətli olsun, hər birimizin malı, mülkü. Gədələrin gədə dostu, bəyin də bəy dostu olar. Namətlərin namət dostu, səyin də səy dostu olar. Şuriye an keçmiş dostu, tərəqqiden düşmüş dostu. Pişmişlərin pişmiş dostu, çiyin də çiy dostu olar.